Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Biləcərdə, mərkəzdə Ploşad deyilən ərazidə 297 nömrəli məktəbə yaxın ərazidə demək, 2 otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, allı ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Hörmətli izləyicilər, nəzərdə çatdırılan bu evin həyəti də olsa, həyətinə maşın daxil ola bilmir, amma ətraflı sizə deyəcəm, həyəti var, oturmaq azada, nəysə belə istirahat eləmək üçün, bağı baxsaz yüngülvarı belə yaşlılıq olan bir yerdir. Hal-hazırda düzdür, qar yağıb, bugünkü vəziyyətdə, qar vəziyyətində çəkirəm, amma nəzərdə çatdırım ki, yəni bura evin həyətidir, bu da yaşlılıq olan, bar verən meyvə ağaclarıdır. Bax, bu ev giriş hissəsi buradan da hörmətli izləyicilər. Demək, evin özü girişidir. Həyətyanın sahəsinə demək, girişi buradandır. Əl qapısıdır. Amma ev sahibi buradan istəyib ki, artırsın buranı. Bax, belə tikirlər qoyub ki, artırıb evə sayını artırsın. Sadəcə müəyyən səbəblərə görə tikintini dayandırıb. İndi hal-hazırda evi satışa çıxardıb. Yəni, oranı bağlayıb, buradan əl qapısı qoyub, belə yuxarı belə pləkan pozunda qoyub, belə həyətə daxil olmaq mümkündür. Yəni, dəyişmək olar. Burada da əlavə tikirləri artırıb evin özünə qatmaq olar. Amma yeri həqiqətən Biləcərin hündür yeridir, gözəl yeridir, məktəbə yaxındır, qapının ağzına qədər asfalt olan ərazidir. Sadəcə, müəyyən səbəblərə görə evi təmizə eləyə bilməkdir. Ev satışa çıxıb. Burada bir giriş hissəsidir. Yəni, bu ev sahibi buranı da artırıb, evin özünü gözünə qatmaq istəyir, sadəcə qartıra bilməyib. İndi girən evin içinə tanış olaq. Demək, daxil oluruq buradan evin içinə. Ev ucuzdur. Yəni, hal-hazırda təmizdə olsa, bu təmirin olan xərclər nəzərə alınıb və buradan çıxarılıb. Yəni, bunu nəzərdə çatdırım ki, evin yenə deyiləm, Ploşad deyilən ərazidə 297 nömrəli məktəbə yaxın, qapının ağzına qədər asfalt ərazidə yerləşir. Yenə təzdən qeyd edirəm ki, ətraflı məlumatınız olsun. Girən kimi hamam hissəsi ayrı-ayrıdır. Hörmətli izləyicilər, nəzərdə çatdırım ki, bax, bura hamam hissəsidir. Evin kosmetik xərc lazımdır deyə biz bu evi baha qoymamışıq. Yəni, hal-hazırda mən sonda sizə yəni 2 otağının qiymətini yerinə görə deyəcəm. Buranın da təmirsiz olduğunu da satışını da sizə nəzərdə çatdıracağım. Sanitar qopşağında bir də ətraflı çəkim yəni. Göstərdim, ayrı-ayrıdır. Demək, buradan daxil oluruq. Belə bir balaca bir xoldur. Burası sol tərəf mətbəxdir. Mətbəxi var gördüyünüz kimi geniş, əlverişli, ürək açandır. Yəni, nisbətən 2 otağa baxanda yəni genişdir. Burada da bir yataq otağıdır. Yataq otağı da haradasa 18 kvadrat olar. 3'ün 18 olmasa, 3'ün 6 olar, 5-50 olar. 16-17 kvadrat var. Yəni, rahat ölçüsü normaldır. Burada da yəni gördüyünüz kimi xoldur, giriş hissəsi də ayrı-ayrıdır. Yəni, bir yataq otağı, bir də zaldır. İndi zala daxil olacaq, mətbəx burada. Sanuzeli girişdədir. Evin proyekti yəni yaxşıdır. O çöldən də buradan artırım eləsiz, evə də artırmaq mümkündür. Yəni, bunu nəzərdə çatdırım. Daxil olağın dizala. Burada daxil oluruq evin qonaq otaq olan hissəsinə. Bax, gördüyünüz kimi evə kosmetik ehtiyacı var. Yəni, bunu nəzərdə çatdırım ki, hörmətli izləyicilər, yəni, ev yenə də nəzərə alınıb, xərclər nəzərə alınıb, biz qiymətləyirik. Demək, hörmətli izləyicilər, evin sənədini deyim sizə, ev ünvanlı evdir, promuna qeydiyyata salınacaq. Bunlar yəni biz özümüz həll eləyəcəyik. Gördüyünüz kimi də adres ünvanı var. Demək, kimlərsə evin satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. TikTokda, YouTube'da, Instagramda, Seçal Əmlak səhifəsində bizim evlərimizi izləyə bilərsiniz. Bütün hamısında evlərimizi səhifəsində elanları vermişik. Qaldı bunun qiymətinə. Yəni, bu ev təmir vəziyyətdə olsa, yerinə görə təmir olsaydı 65.000 qiyməti vardı, hörmətli izləyicilər. Yəni, bu nəzərdə çatdırıram. Amma hal-hazırda bugün bu ev 50.000-ə start qiymət kimi qoyulub. İndirim olmağı da ev sahibi ilə danışacaqsınız. Yəni, nəzərə alınıb. Təmir nəzərə alınıb deyə bu qiymətə qoyulub. Yəni, bunu nəzərdə çatdırım. 50.000 start qiyməti real az olsa, indirimi də birbaşa ev sahibi ilə danışacaqsınız. Son sözü də ev sahibi deyəcək, hörmətli izləyicilər. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah halana da xeyir versin.